Napoli'de yoxdur təbii. O qədər yoxdur, United'da. Aa, Napoli'nin prezidenti dəli deyən dəli prezident o deyir. Ən dəli bizi amma ən dəli prezident Napoli'dir. Bax, tənqidlərin gələcəyi yarım dəfə hissəsinə gəlmişik. Gördün Rafinha'nın yoldaşı paylaşım etdi ki, bəs bu basketbolda oynayır. Borussia'da Elgin də oynayardı. Borussia Abartma da. Aa, Elgin prezidentdir, ora sürət Mən lazım. həmdə vaxtda oynayardım bəlkə. Hər kəs salam. TikTok online'dasınız. Playmaker'ın yeni il buraxılışı ilə bir yerdəyik. Papağımızdan da görürsüz. Qırmızı rəngdəyik bu gün biraz. Çünki yeni il gəlir. Elə bu yeni ilin şərəfinə videonun başında da orada qırmızı rəngli o abunə ol, komment, share bu düymələrə basın. Başlayaq bölmə. Necəsiz dostlar? Cavid, Elgün, nətərdir vəziyyət? Yeni il. İli bitirdik. İlimi necə bitirdik? Ay Elgün, fikrin necədir? İl çox qəşəng bitdi. Həm TikTok'a biz başladıq, həm futbol cəhətdən çox yaxşı bitdi məncə Azərbaycan üçün. Aha. Və izləyicilər də Papağımız 1000 düzəldi. abunəyə, izləyicilər də 1000 abunəyə çatsa, yeni ilə 1000 abunə ilə gitsə lap əla bitəcək. İnşallah gözləyirik. 1000 abunə gözləyirik. Cavid sənin üçün il necə getdi? Aa, biz yayda başladıq TikTok'a, yəni elədiyimiz ən qəşəng qərarlardan biridir. Və futbol dünyasında da onsuz da hər il baxırıq. Yəni futbol yeganə bir idman növüdür ki, hər il baxırsan və bezmirsən, doymursan və biz də artıq bu futbolu baxmaqla yanaşı şərh eləməyə başlayırıq, fikirlərimizi deyirik və buna başlamağımız da böyük bir addım idi. Ona görə səni də təbrik edirəm və buradakı bütün komanda yoldaşlarımı Əlbəttə hamımız bir yerdə, hamımız bir yerdə. İzləyici də bizə maraqlı dəstək olurlar. Bizim bütün sosial şəbəkələrimizdə izləyin dostlar, orada maraqlı məzmunlarımız var. İlin ən yaxşılarını, ən yadda qalanlarını seçdiyimiz bölümümüzə başlayırıq. Birinci başlamaq istəyirəm ümumiyyətlə. Ötən günlərdə FIFA tərəfindən yayımlanmış bir ilin 11-liyi var idi. Biraz onu müzakirə edirik. Orada müzakirəyə açıq olan çox böyük mövzular var məncə. Gəlin 11-liyi bir yerdə quraq da. Məsələn, elə burada 4-4-2 sxem idi. Qapıda Donnarumma. Donnarumma etiraz edirsən Cavid? Donnarumma'ya etiraz eləmirəm. Belə bir şey deyim də. FIFA-nın və UEFA-nın əsas kriteriyası Çempionlar Liqasıdır. Məsələn, Donnarummanı mən ora qoymazdım. Niyə? Çünki Donnarumma liqada demək olar ki, oynamadı. Yəni mən liqada daha çox dəyərləndirməyi xoşlayıram, çünki ən uzun etap liqa sayılır da. Tamam. Donnarumma məhz play-off mərhələsində sırf Çempionlar Liqasında göstərdiyi performansa görə qoyuldu. Mən açıq onu qoymazdım. Amma yəni qoyulmasına da etiraz eləmirəm. Yəni sənin seçimin kim olardı? Donnarumma yaxşıdır, Alissonu da qoymaq olardı. Pis performans göstərmədi. Sommer də yaxşıydı, adamı Çempionlar Liqasında yaxşıydı. Liqada oynamırdı demək olar ki. Mən şey qoyardım, Roman qapıçısı var, Milas Fiları qoyardım. Amma Sivilla çox aşağı səviyyə bir ad deyil. Bir şey deyim, Romanın həm keçən il, həm bu ilki performansının əsas göstəricisi, əsas səbəbi həmin o qapıçıdır. Hətta top 5 liqada ən çox seyv eləyən, ən çox quru oyun göstərən qapıçıdır. Təsəvvürlə top 5 liqada o qədər qapıçı var və biz Donnarummanı tərifləyirik. Amma ən yaxşı nömrə 1 statistikaya görə Svilardır. Və bu il də qəşəng oyun göstərir, qəşəng performans göstərir. Yəni mən onu qoyardım, açığı sırf liqaya görə dəyərləndirirəm. Amma həm də Çempionlar Liqası olsaydı Donnarumma demək olar. Zaten çempion da oldu. Yəni Elgün sən necə fikirləşsən Donnarumma barəsində? Başqa alternativlər barəsində. Donnarummanın haqqı deyil demərəm, haqqı idi. Yəni adam çempion elədi sonuçta. 5-6 kubok, 5 kubok qazandı səfərlərinci bir yerdə. Yəni bu böyük nəticədə nə qədər az oynasa da istənilən halda bu komandanın uğuruna bir töhfədə belə deyək. İkinci alternativim kim olardı? Yəqin ki Sommer olardı. Yəni final oyuna çıxsaq Çempionlar Liqasında qalan mövsümü Sommer çox-çox yaxşı oynadı. Hətta məncə yəni Inter ora gələr gətirən zaten Sommer idi əsas. Bir də finalda finalda da yəni adamı döydülər topla finalda. Sommer deyərdim yəqin. Okay, amma yenə də Donnarummaya etiraz eləmirik də. Sol cinah müdafiəçisi Mendes yəqin ki bizə söhbətini eləməyək bunu məncə. Mendes sol cinah müdafiəçisi. Yəni Mendes. Mən şey də eləyərdim. Hakimi sağda oynayır. Hakimi sağdadır. Amma soladır. Yox, Hakimi sağın ən yaxşı sağ müdafiəçisi Hakimi deyir bu heyətdə. Amma karyerasında solda da oynayıb nə qədər. Oynayıb amma yəni
bir 11-lik seçəsi olsaq, Mendes sola atıb Hakimi sağa atarıq da. Hə. İlin ən yaxşı sağ müdafiəçisi indi Hakimi seçiblər. Sən etiraz edirsən bu da? Yox ha. Hakimi. Mən sola atardım, sağa Dumfriesi qoyardım məsələn. Sən bu çıxart da Inter formalı da. Yox. Adam 6 dənə gol vurdu player. 6 dənə. Mən şey gördüm, 25 dənə vurdum da. Müdafiəçi deyə bu. Düz Hakimi də çox vurdu. Hakimi səhv eləmirəmsə 9-14 elədi. Nə təsəvvür elə. Yəni 9 qolu var, 14 asisti var sezonda. Özün təsəvvür et, Dumfrieslə müqayisə edirəm. Sola atarım. Dumfrieslə müqayisə eləmirəm. Amma Nuno Mendes haqsızlıq eləməzdi nə olsa. Yox, yəni o da var. Biz öz fikirlərimizi deyirik. Mən öz skvadımı deyirəm, sonra Ergin öz skvadını. Sonra dalaşdıq. Sağ cinaha Hakimi yəqin ki etiraz eləmirsən. Şimdi eləyəm. Amma bu stoper ikilisində biraz ağlım qarışdı. Van Dijk-la Patron seçiblər stoper ikilisini. Bunu biraz müzakirə eləyək. Van Dijk razıyam. Van Dijk keçən ildə Liverpool çempionu oldu. Orada çox şey var idi. Tamam. Təsiri var idi. Bu il düzdür, yaxşı oynamır, amma biz keçən sonuna görə dəyərləndiririk də. Van Dijk-a razıyam açığı, mən də qoyardım. Hətta mənim də skvadımda var idi Van Dijk. Tamam. Pacho amma yox. Pacho yenə də şeyə görə qoyurlar. PSG-nin qalib olmasına Amma görə. Amma Marquinhos-u qoyardılar da. Yəni Marquinhos qoyardı. Amma Marquinhos Patron qoyublar. Demək ki, o daha yaxşıymış da. O daha uzun müddətli. yox, onların qoyduqlarına görə onlar ona qalsa Bellingham'ı qoyublar Rafinha yenə. Onda deyək ki, Bellingham. Gələcək. Yəni ona görə dəyərləndirmək düz deyil. Mən olsam Saliba'nı qoyardım məsəl üçün. Mən yenə də həm liqa, həm də Çempionlar Liqasına görə dəyərləndirirəm. Ancaq çempionlara görə dəyərləndirirsə Paçonu qoyaq. Tamam. Amma yəni 5-6 oyuna görə Ronaldo demiş. 5-6 oyuna görə mənə dəyərləndirin qardaş. Amma Van Dijk Saliba ikilisini deyirsən, onda sən stoper ikilisi olur. Okey, sənin ikilin kimdir? Saliba qoymaq olar. Həqiqətən keçən mövsümü, son mövsümü çox yaxşı keçirdi. Arsenal üçün əsas oyunçu, hətta bəlkə də oyuncu müdafiə baxımından. Top 5 liqada ən dəqiq pas verən Salibadır. Pas məsələsinə Müdafiədəndir. Müdafiə. Biraz pas məsələsi. Mən müdafiəçidən pas məsələsini çox belə şey eləmirəm. Yəni zaten arxaya oynayırlar deyə çox pas yüksək olmalıdır. Pas faizi zaten yüksək olur deyə. O biraz tam qiymətləndirmə meyarı deyil sanki. Arxaya pas, yan pas. Amma Arsenalın məşhur kornerlərdən vurduğu qollarda da ən əsas faktor Saliba ilə Gabriel. Saliba dəhşət oyunur. Mən qol cəhətdən də o cəhətdən çox yaxşı. Sənin fikrini dəyişməyə çalışma da. Mən də tez başıma aldım. Pas o seçərəm. Çünki PSG-də məncə keçən il əsas mərkəzi müdafiəçisi Marquinhos-dan daha çox o idi ya, oyun olaraq. Bir də Paso şey birə-birdə çox çətin kəsilən müdafiəçidir. Fizik olaraq çox yaxşıdır deyə. Və Zabinin dediyi bu winnerlik söhbəti var ki, məsələn, nə qədər çox uğur qazansan, o qədər önə çıxırsan da. Ona görə Arsenalın yerinə onu seçməklər çox normaldır məncə. Nə çox etiraz eləməzsən Van Dijk Paçoya. Yox demərəm. Tamam. Onda müdafiəni biraz rahat keçdik, amma bax tənqidlərin gələcəyi yarım müdafiə hissəsinə gəlmişik. Bu 4-4-2 seçib də FIFA bu 11-liyi Pedri, Vitinha, Bellingham, Palmer deyə bir dörtlü var. İndi burada biz kimi çıxardıb kimi məsələn Pedri, Vitinha'ya etiraz eləmərik. Amma Bellinghamdan mən bir Chelsea azar keçir, amma Palmerin burada nə işi var? Yəni sadəcə dünya çempionatı finalına görə. Hə, dünya çempionatına görə qoyulan bir qərar. Ən az Bellingham qədər yəni Palmer 11 nə bilmə 12 ay, 14 ay zədəli deyə. Məsələn bu adam bir oyunda oynayır və bu qədər bir siyah eləməyə haqq eləmir. Yəni məncə Bellinghamdan Palmeri çıxarsaq ora kimi salarıq? Birini mən deyim, birini sən. Mən atıram da Palmerin yerinə McTominay salardım. Tamam. McTominay həm Serie A-da ilin oyunçusu seçildi. Ən qəşəng qol da onu birazdan danışacağıq. Məncə McTominay vurmuşdu. Chelsea qoldan söhbət gedir. Hətta Ronaldo'nun yuxarı akrobatik zərbə ilə. Vacib qolları da görə McTominay birinci yerdədir və millisini də bu il daşıyır. Konkret daşıyır. Bəli. McTominay United-dan sonra heç özünə oxşamır. Yəni yəqin ki, məşqçi faktoru. Bəlkə də oxşayır artıq. United-da oxşamır. United-da xeyli gol vurur deyə. Burada United-da pis deyil də. Deyil, amma bu qədər də deyildi də. Deyilməzdir ki, McTominay belədir. Çox azad. O zirvəyə çıxdı McTominay. Conte verdi ki, rahat oynadı ala. Bu sənin də boyun rahat oyna. Ondan sonra çox. United-da Dos oynayırdı daha çox. Dayaq yarım müdafiə. Burada o 8 nömrə, hətta hücuma meyilli yarım müdafiə şəklində oynayır. Boks-to-boksa keçdi də tamam. Aynen. Bir də fiziki də mükəmməl. United-da baskı söhbətləri də var. Həm klub olaraq, həm nəticə. Napoli-də yoxdur təzyiq. O qədər yoxdur. United-da yoxdur. Napoli-nin prezidenti dəli deyən dəli prezident o deyə. Ən dəli bizi, amma ən dəli prezident Napoli-dir. Məncə uğursuz olsa da belə çox problem olmaz deyə Napoli United-ə nisbətən də rahat oynayırdı. Okey, burada McTominay Palmeri yerinə yox, məncə Bellinghamı yerində yerləşdirək. Çünki bunlar Palmeri cinaha atıblar da. Cinaha mükəmməl bir insan gəlməlidir. Cinaha təbii ki. Onu sən bizə de. Bəlkə bəzi insanlar Salah deyər, amma mən də Salahdan daha çox Rafinha idim. Məncə heç kim Salah deməz ümumiyyətlə. Çünki Salahın da qol saat
çox idi Ən deyə çox qol gol sayı vuran o. falan. Ona görə biraz sala söhbətləri çox. Anlayıram, idi. amma Rafinha deyil təbii ki. Rafinha qədər deyil daha doğrusu təbii ki. Rafinha Rafinha mükəmməl oynadı. inanılmaz. Karyera sezonunu keçirdi. Səhv eləmirəmsə 64 gol asisti var idi. Yəni necə heç bir Vah. mükafat qazanmadı bu 64 gol asisti. Rafinha çox yəni maraqlı. ikinci olmalı idi hər yerdə. O belə deyim. Hər Hətta yerdə ikinci. dirəşsən birinci də olardı açım. Çox qəşəng göstəricilər. Çempion var. olsa ola bilərdi. Çempion olsa olardı, amma yəni minimum ikinci idi. 8-i atmaqları absurddur məsələn. Çox arxaydı. Cavidin Maktominlə Hətta söhbətindən şey də gördün Rafinha yoldaşı paylaşım elədi ki, bəs Hə. bu basketbolda oynayır. Ay. Başa düşdün? Ya haqqlıdır, həqiqətən haqqlıdır. Çünki Rafinha bəlkə də bu 11-likdə yəni var Rafinhadan daha çox buran hak eləyən bəlkə Dembele, bəlkə Vitinha ola bilər. Yoxsa ya 3-cü Rafinha. Bəlkə də hə 2-ci Rafinha. Maktominlə ilə də razıyam əslində. Maktomin inanılmaz Qəşəng oynadı. seçimdir, həqiqətən əla. Ora Maktominlə yerinə başqa bir adam qoysam da yəqin ki mən Joao Neves qoyardım. Joan Neves görsən, sevənləri ayırmazsan da. Ora inanılmaz. Hə, tamam. O FIFA burada hücum ikilisi olaraq təyin edib də Dembele ilə Yamalı atıb. Dembele ilə Yamal arasında dəyişməli olduğumuz biri var səncə ilk? Yox, Yəni Yamal ora da bunu çox çıxardıb yaxşı bunu salaq. oynadı. Yamal da çox yaxşı oynadı. Dembele də ki Ballon d'Or qazandı, ya çempion elədi. Nə kim sala bilər? Mövqe olaraq çox da bəlkə uyğun deyil. Yəni Yamal da mərkəz hücumçusu deyil. Yamal hə, mərkəz deyil. onu Amma deyirəm. 11-likdə yer almalıdır da biraz. Hə. Niyə almalı? Amal deyil o. Zamanda olsun. Sən fikrini soruşdun. Qəşəng Yox, məncə Zamanda olsun. yer almalıdır. Yamal həqiqətən Barselonanın, yəni Rafinha ilə bir yerdə, bəzi yerlərdə Rafinha zədəli oldu, bəzi yerlərdə yəni Yamal daşdı komanda. Bəs Barselonanın bir nömrəli bu ilki ulduzu Yamal idi, Rafinha idi. Rafinha. Rafinha. Hə. Mükəmməl. Hətta Rafinha, daha doğrusu Yamalın yerinə Kane də qoya bilərik. Məsələn, Kane Çempion oldu da kubok qazandı ən azından. çempion Amma- oldu. Biraz- Bir də adam bir sənətər biri var ki, məsəl üçün Mbappé-ni də qoymaq olar da. Mbappé də mükəmməl oyunçudur. Amma Mbappé yəni 1-2 funksiyası olan bir oyuncu. Mbappé ilk mövsümü tam yaxşı deyildi də Real. Hə. İkincisi məncə də- açmışdı. Yəni ikinci mövsüm yaxşıdır amma Yəni biz 2025-i desə, Hə. qəşəng oynayırdı. Hətta bu il də yəni demək olar ki, Realda. bu il əladır. Bu il Mükəmməl. istisna, bu mövsümdən etibarən əladır, Hə. amma keçən gəldiyi ilk sezonu, ilk dönəmi özəlliklə çox pis idi də, yəni. Hə. heç. Onda Yamalı çıxardıb Kane-i salardı. Kane-i Yoxsa Dembele-ni salardım. çıxardarsan? Yox, Dembele Dembele qalsın, amma Yamalı çıxardıb Kane-i salardım. Kane hətta adam ortadan başlayır, hücumu da öz aparır və özü də qurtarır. Yəni təsəvvür elə biri var ki, bitiricisən ancaq, qəşəng bitiricisən də, o qədər elə oyunçularımız o. Amma bir də var ki, ortadan beyinsən, oyun qurursan, oyun qurandan sonra Dəhşət, özün dəhşətdir, bitirirsən həmin həqiqətən. qurduğun oyun. Yəni mükəmməl. Valla mən göstəricidir. ciddi deyirəm Harry Kane ümumiyyətlə dünya tarixinin ən güclü 5 hücumçusundan biri. Ən ağıllı, ən güclü hücumçusu. Mən- Ən yaxşı 5 hücumçusundan biri. Amma mən onu bizim videoda yazanda mən linç eləyirdilər. Instagramda o niyə seçmisən o oyunçunu? Görsün dostlar. Elə də əslində. Dostlar bizim 11-lik seçimimiz bu şəkildə oldu. Biraz dəyişiklik elədik. FIFA-nın sizcə haqsızlıq etdiyinizi düşünürsünüzmü? Sizin 11-liyiniz necədir? Bu mövsüm, bu il necə keçdi? Rəylədi gözləyirik. Ən yaxşı komandanı yığdıq, ilk 11-yi yığdıq. Bir dənə də bu ilk 11-liyə qəşəng məşqçi təyin eləyək. Bu məşqçi təyin eləyəcək olsaq, gəlin də belə danışaq da, məsələn, statistikalara baxsaq, həm uğurlara baxsaq, əlbəttə ki, Luis Enrique deyəcək də hamı. Luis Enrique bir siyahını xaricdən çıxarsaq, kimi seçərik? Onu danışaq. Kim deyərsən ilk? Qurban Bəs də. O ürəklərdə birinci. Luis Enrique xaricində bu il fikirləşirəm çox yaxşı kim olub? Məsələn, mən sizə bir dənə örnək verim. İlin komandası falan danışırıq. İlin komandası PSG-dir, hə? Yəqin ki PSG-dir. İlin komandası Aston Villa-dır. Məşqçisi də Unai Emery-dir. Bəli. İlin ən yaxşı məşqçisi Unai. Məsələn, mənim təklifim budur. Amma Emery Partda direkt dönəndə Chelsea-ni uddular. Amma Emery keçən sonradan ildən- oldu deyə. Hə, onu və deyəcəm. Birinci hissəni belə idi. İlin birinci hissəsini çox da yaxşı oynamırdı Aston. Və hətta liqa ilə pis başladılar. Sonradan qalxdılar. Liqanın da pis var. Yəni liqada bu dəqiq keçən neçənci yerdə bitirdilər. Heç Çempionlar Liqasına girmədilər. Amma belə bir məsələ var da, keçən Çempionlar Liqasında PSG-ni məğlub edə biləcək tək ehtimallı komanda Aston eləyə Villa idi. biləcək. Oydu. Ondan Dumfries çempion olmadı. üçüncü ehtimal yəni zaten çox alınma bir nəfər yoxdur. Məsələn, Nihat dedi, mən razılaşaram. Xüsusi bir adam məncə yoxdur və Aston Villa Yəni ki, belə deyək də, eləməli olduğundan daha yüksək Çox bir iş yüksək. görür. Bir də Bəlkə Conte demək olar Napoli. Mən belə. Arteta deyərdim. Məsələn. Yəni Amma Arteta nə nəticə verir ki? abi Arteta Reallıdır. loser Arsenalı hamının qorxduğu Arsenal levelına gətirib. hamının qorxduğu loser Arsenal eləyib də. Hamı qorxur ki, Arsenaldan.
Mən hamının qorxduğuna Hamı qapdım. Arsenalın kornerlərindən qorxur. Korner olan kimi hamı deyir. standart vəziyyətlər. Yenə vurdular. Keçən həftə də vurdular. Vururlar. Yəni hər oyun vururlar. Bir də şey olur, axır vaxtda təzə şey tapırlar, avtogolla ondurlar. Hə. Son 4 oyun 4-də də avtogol Hə, verdi. Düzdür. Keçən oyun. Everton da elə oldu da. Hamısında oldu. Amma bilirsən o avtogol məsələsindən deyir. Arsenal o qədər yaxşı oynayır da. Yəni həqiqətən o rəqibi belə sıxışdırır öz qapısına, artıq məcbur öz qapısına vururlar rəqiblər. Bir də bunu da məncə qeyd eləyək. Bu qədər az resursu ola, bu qədər mükəmməl 3 dənə kubok qazandı. Barselonadan söhbət gedir. Hansi Flick? Hə. Hansi Flick? Az resursu var. Az resursu Uşaq var. uşaqlar Məsələn, oyunçu. keçən il abi Ferranı adam bombardir elədi. Ferran oyunçu deyil. Dediyimiz Ferran adamlar. oyunçu deyil. Ferranı bombardir eləyibsə, uşaq-uşaqla oynayır da. Pedri neçə yaşı var? Fermin neçə yaşı var? Yəni müdafiə kimi qoyurdu? Gerard Martini qoyurdu. Yəni bu adamlar normalda heç vaxt Barselonada oynamazdı. Əgər biz 10 il Barselonada söhbət eləyiriksə. Bu il Barselonada oynamaqlarına səbəb həm bu şey məsələlərdir. Maddi məsələlər var. Ümumiyyətlə krizisdədir Barselona. Nə qədər şeylərini satır, stadionun adını dəyişir, Spotify qoyur. Əslində heç vaxt eləməzdi belə bir şey. Amma məcbur eləyirlər ki, pul yaz. Və o sastavla mükəmməl göstərdi. 3 dənə kubok qazandı. Realı 4 dəfə məhv elədi. Udmadı, yəni məhv elədi. 4 dənə, 5 dənə vurdu. Real Belə şey yox. oynayanda ekstra şey oynayırlar. Dəhşət oyunu. Prime Barcelona oldu 2009. Yəni ona görə onu da qeyd etmək Şey də olar, məsələn, ilin məşqçisi Kompany seçmək olar. Nəticədə Bavariyanı yenidən o zirvə ehtimalına çıxartdı da yenidən. İlin məşqçisi prosta keçən il çox zəif idi. Yəni Oldu da bu kuboklarda. mövsüm yaxşı, bu mövsüm çox yaxşıdır, amma məncə keçən ilə görə hesablayanda, yəni son bir il hesablayanda o kompaniya Çempion bitirməyini onda üstünlük yox, saymırsan. yəni Almaniyada bitirməli idi zaten. Almaniyada bitirməsən səni çıxardılar. Problem var. Bitirməmək bir artıqdır Almaniyada. Çünki nə Dortmund, nə Leipzig, heç kim formada. Şey deyə bilərik, Postecoglou deyə bilərik. Yox. Tottenham'ı kubok qazandırdı. Abi 17-ci Amma yer oldu. Yavruçular. düşürdü ya adamlar az yana. Nottingham'ə də gəldi, çıxartdılar onu. Tamam. Bir ay oldu ya Nottingham'ə. Nottingham'a gəlmək istədi. Okey. Dostlar, siz də öz fikirlərinizi yazın. Siz ildən yaxşı məşqçisi kimdir? Təbii ki, Luis Enrique bir nömrəli performans göstərmişdi, amma bizə bir dənə alternativ maraqlı bir seçim versəz kimi deyirsiniz. İndi biraz bu transfer məsələlərindən danışmaq istəyirəm də. Bir ən yaxşını seçək, bir də ən belə uğursuzunu seçək də ki, gözləntimiz var idi, amma heç istənilənə verə bilmədi. Ya birinci mənfidən başlayaq. Cavit, səncə ən uğursuz transfer, belə gözləntilər qarşılamayan Uğursuz transfer kimi oldu? transferi nəyə görə dəyərləndirək? Bir, qiymət və keyfiyyətə görə dəyərləndirək. Gözləntilər, Bəli, qiyməti və göstərdiyi performans. Mənim ağlıma bu dəqiqə 2 oyunçu gəlir əsas. Deyəsən. Hətta 3-dən gəlir, üçüncüsündə deyəcəm. Birincisi İsakdır. Yəni Aha. mən İsakı keçən Newcastle-da izləyəndə Sən deyirdin də. Mükəmməl idi həqiqətən. Bu qədər qəşəng oyun göstərir. Özü də Newcastle-da oynayırdı. Yəni düz Newcastle keyfiyyətli oyunçular çoxdur, pas verənlər çoxdur. Amma bu il gəlib bu qədər bərbad vəziyyətdə oynayır. Düzdür, başqa faktorlar da var. Skandallar oldu. Zədələndi. Liverpool'la sezon başında məşq eləmirdi. Ayrıca Gabriel Sociedadda məşq eləyirdi. Onun şəkilləri var, belə arıq şəkilli belə edib görmürsən. Onu göstərərəm. Mən məsələn ondan gözləntilər, bir də verilən pul da, yəni 130 milyon pul verirlər adam. Yəni Liverpool heç o qədər pul verməyib onun üçün. Və belə bir şey eləmisənsə, yəni gözləntin də çoxdur. Ona görə də ki, mən İsak deyərdim. Sən İsak deyərsən. Başqa o Gökəriş deyərdim. Gökəriş biabırsılıqdır. Yəni mən bilirdim amma Gökəriş belə olacaq. bilirdin? Hə. Premier League-da da danışmışdıq da. Hı. Yəni Gökəriş Osimhenlə belə müqayisə edir, deyir ki, Osimhenlə, yəni bu adam. Çox belə ağılsız oyunçudur elə bir. Sanki səndə istəyi var. Nə isə də bacarır, amma Arteta heç cürə onu otuzdura bilmir. Yenə də Merinon oynadır ortada, yəni şey kimi, false nine kimi. Hə. Amma yəni onu oynatmır da. Yəni keçən dəfə kimə qarşı oynayırdı? 0 udarı var. Bu arada belə bir şey deyim, Gökəriş məsəl üçün qapıya vurulan zərbələrə görə top 5 liqada 51-ci yerdədir. Bir dənə təsəvvür elə, 51-ci yerdəsən. Hücumçusan. Yəni və sən hücumçusan. Biabırsılıqdır. Rəzalətdir ki, Gökəriş. Danışarıq o barədə. Bir də bonus olur, bir dənə də bonus deyim. Tulla bir dənə. Bellingham'in qardaşı. Ondan gözlənti var idi ki, Ya var idi. Abi qardaşısan. Özə Borussia. Qardaşlısan deyir. Borussia'da Elgin də oynayardı. Bir şey deyim. Borussia abartma da. O Elgin. Elgin biraz lənçdir, ora sürət Mən lazım. Hendra vaxtda oynayardım bəlkə. Tamam, sən Bellingham məncə o qədər pis deyil. Məncə də Bellingham deyil, olsun. Bonusumu saxlayacağam. Bu il qəribə oldu. Pis üçün örnək çoxdur. Yaxşı da örnək tapmıram demirəm. Normal. De pislərvidir. Pis biri İsak idi məncə. İsak. Fərqli örnək ver də, fərqli örnək ver. Eyniləri dedik. Gözlər açmayacaq qədər pis idi, yəni. Yenə gəlir Gökəriş. Mən Gökəriş bilirsiniz ki, belə çox belə azarkeş idi. Sən sevirsən Gökəriş. Arsenal
pis hücumcudurmu? Çox da məncə pis deyil. Göründüyü qədər pis deyil hal-hazırda. Prost Arsenal onluq komanda deyil sanki. Yəni səhv yerə gəldi məncə daha çox. O Arsenallıq. Ya da o Arsenallıq deyil. Hə, o səhv yerə gəldi. Nə oldu? Nə zaman böyük kluba gedir, hamı deyir səhv yerə gedir. Önəm məncə onda daha çox. Bəlkə elə 12 elə Sporting. Bəli, onda deməli böyük klubun oyunçusu deyil də. Adam Sportingdə amma City-yə qarşı Haaland kim oynayırdı da, yəni. Amma bilsən necədir? Hər həftə bir var təzə yüksək oyun oynayasan, bir də var ki, 2 həftədən bir, 3 həftədən bir oynayasan da. Bir də Sportingin tutaq ki, Porto-Milanesa ilə oynayan olan konsentrasiyası eyni olmur da City ilə oynayanda. Amma Arsenaldasan da sən hər oyun özünü göstərməlisən, hər oyun qol vurmalısan. Yəni 51-ci yerdə olmamalısan da zərbələrdə, siyasətdə. Şey deyə bilərik, məsələn, Wirtz deyə bilərik. Wirtz mən çox da razıyam. Wirtz-ə məhəllə gözləntim var və özünü doğruladı. 16 oyundan sonra ilk asistini elədi. Amma düzələcək. Məncə hələ qol vurmayıb. 26-da çox yaxşı olacaq. Yəni Liverpool-a düzələcək nisbətən. Wirtz-də yəni çox artıracaq. Liverpool-da xaosdur, yəni ona görə bu dəqiqə hamı, yəni zaten hamı normaldan aşağı oynayır demək olar. Yəni əsas 10 nömrə və biraz da 10 nömrə mövqeyini tam verirsə, Wirtz 10 nömrəni tək başına oynayan oyunçudur. Yəni Messi kimi azad olsun, nə istəyir oynasın, o tip oyunçudur. Onu Wirtz-ə versələr məncə çox yaxşı olacaq. Uğursuz. Onda əsas belə deyim də ağlıma gələnlər Isakdı, Gökeresdi. Dostlar, indi siz də öz fikirlərinizi bildirin. Sizcə bu ən uğursuz transfer bu mövsümdə kim olmuşdu? Uğursuzluqdan danışdıq, mənfilərdən danışdıq. İndi biraz müsbətə gəldik. Həm də yeni il havasıdır. Biraz belə xoş əhval-ruhiyyədəyik. Dekabrın son günü mahnıları çalınır hər yerdə. Ən yaxşılar danışıq da. Ən yaxşı transfer kim oldu desəm ağlıma kim gəlir? Ən yaxşı hələ ki ağlıma gələn Çerki. Çörük mükəmməl idi. Allah haqqında deyəcəklər. Oyuncu yox deyin şeylər deyim mən. Bu Çerki çox mükəmməl. Abi 36 milyon aldılar. Adam hoqqa verdi. Çerki özü Çerki şey deyə belə keçmiş dönəmi futbolçularına da oxşayır. Baller deyirlər. Belə ancaq Fintsad nəsə. Ballerina. Nədir Çerki? Baller. Tamam, Çerkiyə yaxşıdan sən kimi deyirsən yaxşıdan. Mən o deyəcək. Mən hırsızlıq elədim. 15 manata sən. Bu ilin transferlərini fikirləşsə kim gəlir ağlımıza ən yaxşılar? Ən yaxşı transfer bəs məsələn hər dəfə xaricə yollanırıq da, xarici liqalara baxırıq da. Ölkəmizdən Camilo Duranı falan deyə bilərik yaxşı transfer. Durandan daha çox məndə. Yəni komandasına fayda verir sizcə? Verir, yəni assist. Durandan daha çox kim var? Bu il gələnlərdən. Bu il gələnlərdən komanda oynayıcı Bicalio daha çox məndə şeydir. Bicalio məncə daha çox belə yarım müdafiə və daha vacibdir səncə hücumun bir növ idarə eləmək orada. Yarım müdafiə çox vacibdir. Və Romao çox yaxşı oynayırdı. Onun yerinə gələn oyunçu çox yaxşı olmalı idi də. Yəni Bicalio o yükü qaldırdı deyə məncə ölkə səviyyəsi bir Bicalio. Top 5 liqadan çıxırıqsa Uğurcan Çakır deyərdi. Düz 30 milyon verdilər, amma yəni 10 il həmin mövqeyə bağladılar. Və əminlikcə bağlı. Adamın 29 10 ilə qatılmıram ya. Niyə qalar ya o? 10 il onun tabutunda bağlı. 10 il olmasın, 6 il olsun. 5 il ola bilər, düzdür. Amma Qalatasaraydan danışırıqsa Osimhen olan yerdə Uğurcan Çakır kimdir ki? Yəni Osimhen. Osimhen sırf Uğurcan'a 30 milyon verilib ki, Osimhen demiyorlar. Yoxsa yəni 75 milyon söhbətinə görə mənim üçün belə məsafəli yanaşıram Osimhenə də. Amma Uğurcan'a 30 milyon verilib zordur. 75 milyon verilib Osimhenə və siz həmişə oynamayan bir Osimhen götürürsüz. Bunun zədəsi var, bunun kubokları var, bunun skandalları olacaq hələ. Afrikalılar bilmir. Skandalı boş verir. Bu Afrika kubokunu çıxardanı. Hər 2 ildən bir kubok eləyirlər qardaş. Bunu bu 4 illik hesabımıza qaldırdı. Buradan Afkona səslənirəm. Bu 2 il ləğv eləyin. Buradan Eto'ya səsləndim. Afgan incə mesaj yazdı ki, 2007-dən etibarən 4 ildən biri olacaq. 2007-dən etibarən çarşı. 2027. 4 ildən biri olacaq. Yaxşı, tamam. Bəs sizcə dostlar ən yaxşı transfer bu il gerçəkləşmiş kimi idi? İndi şey danışaq da belə ilin ən yaxşı qolu. Ağlınıza gələn ilin ən yaxşı qolu kimdir? Kim tərəfindən? İlin ən yaxşı qolu. McTominay bayaq da dedim. Hansı qolunu deyirsən? Şeydə akrobatik zərbə ilə. Millidə vurduğu qol akrobatik zərbə və Ronaldodan da yuxarı tullandığı qol idi. Bu Ronaldodan yuxarı tullanması da. Amma o qolun vacibliyi zor idi. Qırmızı vərəq aldılar və o qoldan sonra şey keçdi. Qrupda birinci yerə çıxdılar səhv eləmirəmsə.
Bir də şey deyərdim. Hələ də baxıram o qola, mükəmməl qolda. Declan Rice'ın Real Madriddə vurduğu zərbə var. Ayrı ikisi əla deyə. Onu tək-tək hesablasan, Ya bu qədər ideal da ola bilməz. Yəni o qolları tək-tək hesablasan, məsələn, cərimə zərbəsi qol deyəsən, ikisi bir oyunda olub deyə çox qəşəng görünür adam, ekstra qəşəng görünür. Düz olar əlaydı. Amma mən bu yaxınlarda bu Afrika Kubokundan danışdım. El Kabin qolunu gördünüz? Hə. Şömməl qol idi ya. Qaş namizəd qoluydu. Məndə başqa ağlımda bir Ronaldon qoldu. Ravati olan, o çox şey vurdu. 9-luğa və çox babat udarla vurdu. Ronaldo vurdu. Al-Nassr da vurub da. Ona qalsa Osimhen də vurdu. Amma Antalya Spora. Osimhenin qolunu deyəcəm bir dənə, amma həmin qol yox. O Caner Erkin'in üstündən atırıb belə ayağına. Şpaqa da sıradan Caner Erkin üstündə. Rəqibi Caner Erkin'dirsə sən o qola o qolu məndə hamının üstündən atıb vurar ya Osimhen. Vurar. Adam ayağının üstündə də aça bilər. Elə adam olur. Kimə deyirsən? Deyəcək vurar. Ya amma obyektiv olaraq da McTominay falan daha önəmli qollar idi. Önəmli, hə, önəmi yox. Gözəl cəhətdən demişəm. Mən həqiqətən çox xoşuma gəlmişdi Caner Erkin üstündən elə atıb vurmaq. Caner Erkin belədir, belə baxıb topu ora getdi bu ya. Çox qəribə bir qol idi. O qolu Van Dijk-a vuramazdı yəni özü şeyləmə. İndiki Van Dijk-a vura bilər. Van Dijk əlinə vurur. Ay sağ olun deyəsən. Qoy Messi vurmağa belə deyəsən. Ay sağ ol. Tamam dostlar, sizdə ən yaxşı qol hansıdır? Belə ağlınıza gələn, bu qol əla idi. Belə reaksiya verdiyiniz qol hansı idi? Rəyləri yazın. İndi bir də unudulmaz anlardan danışaq. Sizcə 2025-in ən unudulmaz anı hansı idi? Məsələn, bir dənə bir an de, Elgün desəm, ağlıma nə gələr? Futbola dünyasına aid əlbəttə ki. Mənim ad günüm oldu. Səndən Mənim namizədlərim var, siz deyin, mən deyəcəm. Səndən icazə olaraq iki an deyəcəm. Biri ölkəmizin Qarabağın çempionatına düşmək idi ki, o məndə çox belə vaciban idi. Biri də PSG final oyununda çempionatında Enrique qızı üçün açılan tifo. Enrique ilə videoda, o da belə təsirlan olaraq yəni çox emosional anlardan biri idi. Hə, o ilə. Bu Enrique'nin burada hekayəsi çox əla deyir. Hə. Yəni çox ilham verən bir hekayəsi var həqiqətən. Çox əla deyil, amma ilham verən adam çox əladır. Gəlib zirvəyə çatıb da yenidən də. Düz Rəsulan bəyənmir, deyir 1 ildən sonra göndərmək lazımdır. Buradan Rəsula salam. Səncə ağlıma gələn belə mən bir dənə yaxşı, bir dənə pis deyəcəm. Bir dənə yaxşı Luis Enrique'nin şeyini dediniz, hekayəsini dediniz. Məncə Dembele'nin də hekayəsi gözəl idi. Yəni Dembele'nin o çıxışı var idi Ballon d'Or'da. Et pour finir, je voudrais remercier ma famille, ma mère, qui m'ont soutenu dans les moments difficiles. Məsələn, orada da ağlat elədi. Bunu müsbət bir an kimi deyirsən? Müsbət kimi deyirəm. Hə, çünki Dembele'nin Ballon d'Or qazanması deyək. Hə, heç kim, istisna heç kim onun 3 il qabaq, adam 3 il qabaq Barselonaya gələndə topu çiləyə bilmirdi. Tanıtımı rəzalət idi onun, həqiqətən. Və nə qədər skandalları var, nə qədər şeylər, heç kim deyə bilməz ki, bu adam yəni bu qədər performans göstərib Ballon d'Or qazanacaq. Bir o mənim ağlıma gəlir, yaxşı an kimi ağlıma gəlir, mükəmməl an idi. Bir dənə də pis anları deyəcəm. Məsələn, pis anlar əslində çoxdur. Bir, Real Madrid TV-ni deyə bilərəm. Hakimlərlə olan bu mənasız davalarını, hakimləri sıxmalarını, hakimin hətta biri intervyuda çıxdı, ağladı. Deyir, mənim uşağımı orada təhqir edirlər, mənim uşağım məktəbdə deyirlər, sən oğrudur. Yəni, belə bir söhbətlər var. Yəni, Real Madrid TV istisnasız hər oyunun qabağı hakimləri gömürdü və açıq-aydın propaganda edirdilər. Bir bu məsələ var. Yəni, o mənasız davaları deyə bilərdim. İkinci məsələ deyərdim ki, bu FIFA-nın keçirdiyi klublarda dünya çempionatı. Mən bir şey deyim, futbol həmişə gərgin bir oyun olmalıdır. Yəni futbolda bu şey deyil, pop deyirlər Amerikada. Elə bir şey olmamalıdır. Hətta bu dünya çempionatının püşkatmalarında belə aktyorları gətirirdilər, basketbolçu gətirirdilər. Abi sən futbolu Amerikaya oxşatma da, yəni soccer deyil. Amerikada qoy olsun. Yəni MLS-də qoy əylənsinlər, qoy şeyləsinlər. Futbol elə deyil. Yəni futbolu biz necə görmüşük? Oyun başlamazdan belə gələndə stadionda dava eləyirlər oyunçular, rəqiblər. İndi baxsan ki, öpüşüb görüşürlər. Necəsən falan var. Nəm ikisini çıxarır. Biraz yumşalıq da, gərginlik olsun illə mütləq. Gərginlik olmalıdır da. Biz futbolu ona görə sevirik də, davalarına görə, gərginliyinə görə. O gərginliyinə görə sən şey eləyirsən də, oyunu daim istəyirsən. Yəni yenə də deyirəm, əvvəlki illərin futbolunu yadınıza salın. Həmin o davalar olsun, gərgin. Hamısı o davaların səbəbi də gərginliyə görədir. Yəni o ortada olan vaciblik, gərginlik. İndi görürsən ki, dünya çempionatında Dembele ilə Palmer'i qaldırıblar yuxarı. Final.
Baxın finalda. Məsələn, belə şey olur. Məncə də Amerika Birləşmiş Ştatları ümumiyyətlə marketinqin kitabını yazanlar, hər şeyi marketinqə bunu bağlayan təşkil onu qoy qıra. Bunu FIFA eləyir. Amma FIFA bu ildə bax elə olacaq. Görə FIFA çünki hal-hazırda Amerika nə istəyirsə onu gedir də. Bir də hansı ölkə sahiblik edirsə həmin turnirə, onun istəkləri olur da, onun belə taktikalar, onun strategiyaları gedir də marketinq tərəfdə. Tamam da amma müəyyən şeylərlə Infantino zaten Infantino gör kimsə verir. Infantino hansı ölkə, özəlliklə Trump nə deyirsə onu eləyir. Trump'ın belədirlər. Trump'a mükafat verdilər. Nobel nərəsində? Allah Onu istəyirəm. Onu istəyirəm. FIFA sülh mükafatını verdilər Trump'a. Sən kimsən ümumiyyətlə elə bir mükafat verirsən? Bu proseslər hara gedir? Bir də bu mənfi anlardan sanki Diego Jota'nı da yad eləyək. O da rəhmətə getdi və bu Diego Jota'nın rəhmətə getməyi sadəcə bir ölüm kimi deyil. Liverpool klubuna çox təsir edir. Salahın performansına falan çox təsir edir. Nə bilim, Portuqaliya millisində Ruben Neves'dən çox yaxın dost idilər. Robertson da dedi ki, mən hələ də çox təsir elədi onlara da. Yəni Liverpoolun biraz elə bir performansına da təsir göstərdi o. Bu il pis başladılar, yaxşı getmir. İstər-istəməz konsentrasiyaya mane olur. Bir də unudulmaz məsələlərin Tottenham kubok qazandı. Bu Tottenham kubok qazanmasını çox belə şey sayırsınız, keçirirsiniz amma qardaş Tottenham kubok qazandı. Nə danışırsınız siz? Qarşısındakı da United idi deyə. Ya kubok qazandı yəni. Yox, Tottenham özdə Heung-min Son kubok qazandı. Bax Tottenham'ın əfsanəsi bu. Heung-min Son'a görə sevinirəm. Bir də Tottenham alır. Nə oyun oynamadılar, nə normal nəticələr yox idi. 17-ci, 16-cı yerdə olub adam kubok qazanır. Və sizcə ölkəmiz adına unudulmaz belə deyim də qalibiyyət desək nə gəlir ağlımıza? Məncə Benfica qalibiyyəti idi. Benfica 2-0-dan, yəni ilk oyununda Çempionlar Liqasında ilk oyununda 2-0-dan. Bəs şeyə daha çox sevinməmişdik. Braqada Nərmanın qoluna çox sevinməmişdik. Ona daha çox sevinmişdik sanki. Nərmanın qolu burada. Orada həm də play-off. Yəni 2025-ci il daxilində olan şeylər deyirəm də. Yəni play-off faktoru da var, ona görə sevindim. Vuran ayağına qurban Ramizin o səsləndirməsi. Özdə biz stadiondayıq. Ona daha çox sevinmişdik məncə. Bir də indi Nərmanın imajı çox pisdir deyə ağlımıza gəlir. Unutmuşuq. Amma onda əlaydı. Amma mərhələ kimi onu saymaq olar. Çünki o vəbsə ilk dəfə idi, olaraq mərhələ keçdi, 8-də 1-ə keçdik də. Yəni Liverpool. Nə qədər danışdıqsa Nərmanın adamın transfer qiyməti qalxdı. Ümumiyyətlə o transfer market güvənilir bir resurs deyil. Onun sadəcə meyarı yaşdır. 16 yaşında orada sabit daxil eləsən 1.1 milyondan başlayacaq, 1.2 milyondan başlayacaq. Qəşəng, tamam. Biraz ilin yekunu tipli keçirmək istədik bu bölümümüzü. Dostlar da mənə kömək oldular, sağ olsunlar. İlin yekunlarına dair bizim fikirlərimiz belə idi. Yaxşılar, pislər, transferlər, ölkəmizdən, beynəlxalq arenadan danışdıq. Siz də öz fikirlərinizi mütləq bildirin dostlar. Bax, videonun sonu da artıq bağlayırıq. Nə yadımızdan çıxıb, abunə olmaq söhbəti yadımızdan çıxıbsa, ora bir klik eləyin, rəylərdə fikrinizi yazın və bütün sosial şəbəkələrdə bizi izləyin. Çox maraqlı məzmunlar eləyirik. Yeni iliniz bir daha təbrik eləyirik. İnşallah bu il sizə sağlamlıq, xoşbəxtlik, bol ruzi, bərəkət gətirsin. Hamıya can sağlığı arzulayıram və hamını çağırıram ki, bizim kanalı izləsinlər. Çünki hər həftə bütün sosial şəbəkələrdən maraqlı məzmunlar paylayırıq. Bir də bəs evdə təkə baxdınız. Playmaker'in köhnə bölümlərinə baxın. Bəli. Toymaker'a baxın, TikTok'a, Instagram'dan, TikTok'una baxın, maraqlı məzmunlarımız var. Dostlar, bizi gələn ildə də çox görəcəksiniz. Hələlik özünüzdən müğayət olun. Hələlik.